Hamiləliyin 30-cu həftəsi və hamiləliyin 3-cü trimestrdə niyə yan tərəfdə, sol yan pozisiyada yatması vacibdir? Bu haqda sizə məlumat verəcəm. Hamiləliyin 30-cu həftəsində dölümüz 1300-1400 qram çəkisindədir və 39-40 sm uzunluğu var. Dölün yağ toxuması artır, dəri altı yağ miqdarı artır və nəticə olaraq döl öz temperaturasını artıq özü regulasiya edir. Yəni ana deyək ki, soyuq havada çölə çıxıbsa və bədən temperaturası bir qədər aşağı düşübsə, ana ilə birlikdə döl özü də o temperaturanı tənzimləməyə çalışır. Ağciyər inkişafı davam edir, yuxu və aktivlik fazaları bir-birini davamlayır, yəni təqib edir və deyirik ki, dölümüz 2-3 saat tərpənmirsə narahat olmayın, amma sonrasında oyanıb tərpənməlidir və siz onun hərəkətlərini güclü şəkildə hiss etməlisiniz. Çünki bu həftədə artıq dölümüzün çəkisi artıb, əzələsi güclənib, biz tərpənişləri güclü bir toxunuş şəklində hiss edirik. Hamiləliyin 3-cü trimestrindən başlayaraq tövsiyə edirik ki, sol yan pozisiyasında yatsın. Bunun vacibliyi, önəmi nədir? Arxası üstə yatanda hamilə və yaxud da sağ üstə yatanda qarın boşluğundan keçən iri damarlara uşaqlıq və uşaqlığın içindəki döl baskı göstərir. Baskı göstərərkən ananın qan dövranı pozulduğuna görə dolayı yolla dölün də qan dövranı pozulur və ana dölə həm faydalı qidalar, həm də oksigeni istədiyi kimi ötürə bilmir. Yəni döl hipoksiya yaşayır. Ana bunu necə hiss edir? Ananın baş dönməsi başlayır, halsızlığı, bir hal dəyişkənliyi arxası üstə uzananda və məcburi olaraq sola dönür. Çünki öz beyni də hipoksiya yaşayır bu damarlara baskı uygulananda. Amma yatanda bunu tənzimləmək üçün təbii ki, müəyyən tövsiyələr var. Yəni başdan da sol tərəfə uzanıb, ayaqların arasına yastıq qoyaraq, bəzən də belinin arxasına bir yastıq qoyaraq bu pozisiyanı daha fiksə etmiş olur. Eyni zamanda ana üçün də bu sol yan pozisiya faydalıdır. Çünki qaraciyərə olan baskı uşaqlıq tərəfdən basınc azalır, böyrəklərə olan basınc azalır və mədə boşalması və həzm daha rahatlanır, yəni daha rahat şəkildə olur. Ona görə bu həftələrdən özəlliklə 24-28 həftədən başlayaraq sol yan pozisiyada yatmaq hamilələrə tövsiyə olunur.